Hamıya salamlar. Bu video dərsində sizlərə Adobe Photoshopda web dizayn hazırlanmasını göstərəcəm. İlk öncə Photoshopda yeni bir səhifə yaradırıq. Bu səhifənin ölçüsü web saytlar üçün 1000 və 600 piksel arasında olur. İndi isə biz Photoshopda arxa fonu seçirik. Arxa fonu seçdikdən sonra biz yeni bir qrup yaradırıq. Qrupun adını isə üst bölmə yazırıq. Bundan sonra isə biz saytın üst tərəfi logosunu əlavə edəcəyik. İlk öncə biz radiogol.com saytına daxil olaq. Gördüyünüz Radiogolun dizaynını biz bugün hazırlayacağıq. Vaxtım az olduğuna görə bəzi şeylərə əldə diqqət yetirə bilməyəcəm. İlk öncə Radiogol sözünü əlavə edirik. Bunu əlavə etdikdən sonra radionun playeri üçün şef vasitəsilə yer əlavə edirik. Və player hissəsini əlavə etdikdən sonra isə biz Radiogol saytında olan mesaj yaz və zəng et hissələrini əlavə edəcəyik. Bunu da shape'lər vasitəsilə edirik. Və onun rəngini seçdikdən sonra yerini müəyyən edirik. Bundan sonra isə onun bir kopyasını da çıxardaraq sağ tərəfdə yerləşdiririk. Və bu butonların üzərinə mesaj yaz və zəng et yazılarını yerləşdirəcəm. Və onların ölçülərini biraz daha kiçilsə daha yaxşı görünər. Tam hazırdır. Bundan sonrası biz studiomuzun logosunu əlavə edəcəyik. Onun ölçüsünü 200 piksel edəcəm. Və bundan sonra saytın aşağı hissəsinə yerləşdirəcəm. İlk öncə biz qrup yaradırıq. Qrupun adını isə alt hissə yazacağım. Logonu yerləşdirdi. Ölçüsünü biraz böyütsək daha yaxşı görünər. Və dizaynımız gördüyünüz kimi hazırdır. Bundan sonra isə slice vasitəsilə yazdığımız yazıları, butonları hamısını qeyd edirik. Çünki dizaynı yaddaşda saxladıqda onların hər birini ayrı-ayrılıqda kəsəcək slice vasitəsilə.
Bundan sonra isə dizaynı yaddaş saxlamaq üçün fayl bölməsinə save web device daxil oluruq. Gördüyünüz kimi dizaynımızdır və sağ tərəfdən şəkillərin JPEG formatında saxlanmasını seçirik və output settingsdən isə slice və CSS seçirik. OK düyməsini sıxırıq. Bundan sonra save düyməsini sıxaraq yeni bir qovluq yaradacağım. İndi isə test qovluğuna daxil oluruq və gördüyünüz kimi şəkillər kəsilərək yadda saxlanılıb. Bundan sonra index HTML səhifəsini açdıqda gördüyünüz kimi dizayn tam olaraq hazır vəziyyətdədir və siz bunu Adobe Dreamweaver və başqa HTML proqramlarla da, HTML editor proqramlarla da bunları link verə və başqa HTML kodlar əlavə edə bilərsiniz. Və indi isə mən sizə bu HTML faylının içərisində kodları göstərəcəm və notepad ilə index HTML faylını açıram. Gördüyünüz kimi HTML faylının içərisindəki kodlardır. Hələlik bu qədər. Gələn dərslərdə görüşənədək.